haraları gəzə bilirik. Saat 4'e qalıb 15 dəqiqəm. Gedək görək başımıza nə gəlir. Ölməyib qalsaq harasa gedib çıxacağıq. Gəlin gedək. Bunların avtovağzallarına görək avtobus tapa bilirikmi? Denizinin rənginə baxın. Noyabrın biridir, biri. Aha, gəldik xalq bazarının yanına. Burada bunların avtovağzalları olmalıdır. Görək tapa bilirikmi? Baxın, bura avtovağzaldır. Gəlib oturursan, gözləyirsən, avtobuslar bir-bir gəlib müəyyən yerlərə aparır. 8 numarada bura gəlməlidir. Bax bura. Hələ heç bir xəbər yox. Gələcək, gəlməyəcək məlumdur. Gələcəyik, gedəcəyik. Gəlməyəcəyik, sabah gedəcəyik. Əsas odur ki, yerini tapdıq. Baxın, oturmuşam belə bir yerdə. Arxamda bazardır. Dünən burada bazarlıq eləyirdim. Banan, apelsin, mandarin alırdım. Bugün isə bura avtovağzaldır. 8 avtobusumuz var. Həyatda insan hər şeyə ümidlə yanaşmalıdır və səbir olmalıdır, gözləmək. İndi saat 16:10-da avtobusa gedirik. Ölüb bitəcəm, qalacam, Allah bilir, var belə. Qaranlığa düşməsəm yaxşıdır. Bu gediş turist avtobusu ilə eyni deyil. Hamısı yerli cəmaatdır, dağ adamlarıdır. Hansı ki dağda yaşayırlar. Səhərlər gəlirlər bura işə, iş dalınca. Mən də o bir astanovkada gözləmişəm. İnternetə çox inanmaq lazım deyil vəbşə. İstəyirəm, yerli cəmaatdır, ya işdən işləyib qayıdırlar, ya iş dalınca gəlirlər, ya bazarlıq eləyib qayıdırlar. İndi gedirlər öz kətlərində, dağdakı evlərinə. Bir balaca iyiden başa düşmək olar. Gedək görək başımıza nə gəlir. Saat 5 işləyib, 3 dəqiqə, 20 dəqiqə. Gec tərpənmişəm, nə olacaq bilmirəm. Düşdüm. Bilmirəm necə olacaq. Gəlib çatmışam. Amma avtobus olmayacaq. Başıma nə gələcək bilmirəm, gedirəm. Bir də nə gözəlliyə baxın. Bir dənə bu mənzərəyə görə gəlib çıxmağa dəyərdi. Baxın, yarımada. Bu tərəf liman. Buranı gəzdirmişəm. Burada Kleopatra. Bizim qaldığımız yer bax bu tərəfdə. Görürsünüzmü? Axır ki gəldim çatdım da. Axır ki gəldim çatdım. Nərgiz gəlməyə, yol tapmayan yer yoxdur. Dedim eləyəcəm, deməli eləyəcəm, elədim də. Şəhəri bu hündürlükdən görmək bizə də qismət oldu. Gözəllikləri də sizə göstərdim. Bu da sizin Aylıq Alanyavız. Və bu da sizin mənzərəviz. Bütün şəhər ayağımızın altında. Daha nə istəyirsən? Daha nə istəyirsən?
Özümə söz vermişdim ki, günəşin batan vaxtı gətirəcəm sizə, sizi bura. Nə qədər də mənim üçün qorxulu olsa, amma günəşin batan vaxtı siz bu gözəlliyi görməlisiniz. Axın, siz bunu görürsünüz. Siz xoşbəxtsiniz, çünki sizin nərgiziniz var. Bütün yolları getməliyəm, yıxıla yıxıla, əzilə əzilə, hər tərəfi gəzməliyəm. Çünki söz vermişəm. Çünki söz vermişəm. Cəmaət burada oturub istirahət eləyir, istirahət güşələridir. Bu gözəlliyə baxmalısınız siz. Siz bu gözəlliyə baxmalısınız. Bu gözəlliyi baxmağa dəyər. Kimin gözü ki gözəllik görmür? Yazıq o insana, yazıq. Yazıq o insana. Buna baxın. Buna baxın. Bütün şəhər ayağınızın altında. Bütün şəhər. Buralardan indi bir canavar çıxıb beni yiyəcək. Ondan sonra siz diyeceksiniz ki, biz Nərgiz xanımı niye incidirdi axı? Salam, ay güzel heyvan. Vay. Vay 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 vay. Vay 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 vay. Vay 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 vay. Bu ne güzellik ya. Bu ne güzellik ya.
görünüş dünyaya dəyərdir. Düzdür, mən bilmirəm hara gedirəm. Qabağıma kim çıxacaq bilmirəm. Amma gedirəm. Gözəlliyə bax. Ay Allah, bu nədir? Görürsünüz nələr olur burada. Çoxlu şüşələr var burada. Şüşə qıranlar var. Şu ayağıma batmasın. Sizə görə qurban getməyim. Bu gecə yoxumu da qatmışam. Başıma bir iş gələr sonra. Gözəlliyə baxın. Gözəlliyə. Səs mənim sumkamdan gəlir. Sumkamda butulka var. Və butulkada su var. Ona görə də bir dənə butulkanı götürmüşəm və çıxmışam evdən. Ki gedəcəm. Nə olur olsun. Gedəcəm. Hər cür heyvana rast gəlmək olar əslində. Qəbirstanlığın yanı da deyəsəm. Siz mənzərəyə baxın. Mənə nə olar da. Nə vecibizə. Aha, deyəsən görsənir işıq ucu. İşıq ucu görünür. Yola çıxmaq yolu. Deyəsən görünür. Mənzərəyə baxın. Ay Allah. Görün nə uzunluqda mənzərə düzəltdim sizin üçün. Baxış. Aşağıda desəm pilləkənlərdir. Çox rahat. Vəsə, maşın yoluna çıxırıq. Maşın yoluna çıxırıqsa artıq qorxmuram. Düzdür deyəndə deyirlər, heyvanlardan qorxmaq lazım deyil, insanlardan qorxmaq lazım. Amma mən nə biləm, yenə də olsa insanlara güvənirəm. Mənə elə gəlir ki, insan hər halda insanıq da, eyni qanlanıq. Amma heyvan ağzı var da, bilmək olmaz neyniyər, neynəməz. Zərər yetirər, yetirməz. Baxın belə, hələ də yola çıxmamışam, hələ də gedirəm. Yəqin ki, bu yolun axırı yola çıxmaqdır. Sizlərə görə nə zülüm çəkirəm, belə şey olar. Amma bu mənzərəyə dəyərdir. Özümə bir Rus podruqa tapmışdım. Ay telefonla nömrəsi zadı götürmüşdü ki, mənlə gələcək. Nə yazmadı, nə eləmədi. Vurhay mən Bakıya qonaq gəlmək istəyir. Sən neynirəm mən? Qonaq əlindən itib batmışıq. Yoldaşlığımı gördüm də. Burada dost lazım idi. Evdə dost neynirəm? Dostdan çox dostumuz. Aha, gəlib çatdıq maşın yoluna. Ura! İşıq ucu görünür. Gördünüz mü? Təsəvvürünüz oldu mu bu şəhər haqqında? Mən bir biclik elədim. Sizə olanı deyim.
Mən lap o Alanya yazılan yerdən də yuxarı yer var. Ora çıxmadım. Fikirləşdim ki, neynirəm? Mənə şəhərin görünüşü lazımdır. Orada nə bilim restoranlar var, sonra uşaq plaşatkaları var. Fikirləşdim, neynirəm? Uşaq oynatmağa getmirəm ki. Gedirəm şəhərə baxmağa gedirəmsə, mən gördüyüm mənə kifayət oldu. Bu gözəlliyi mən gördüm. Güneş batmağını. Bu bir güzellik ya. Bu güllerin yanından çıxırıq ana yola. Bildiniz mi? Bakın ben o yolla geldim. Dağın tepesinden geçen yol açıblar. Bax, qəbirstanlıq zadamsı qaldı yuxarıda. Piyada gəzməkdən zövq alan insanam. Oy, maşın yolu ilə getmir. Başıma nə gələcək bilmir. Gözəlliklərə baxın. Güneş hələ batmayıb. Batma güneş, batma. Qorxuram. Bax, aşağıdakı evlərə çatsam qorxum itər. Amma belə baxanda mən desən şəhərdən o tərəfə gedirəm axı. Yoxsa yox. Yox, düz gedirəm. Düzdür. Görək başımıza nə gəlir. Bilmirəm. Nə olacaq? Buradakı mənzərəyə baxın. Burada dükandan soruşuram, deyir ki, avtobus gözlə. Sizin avtobusa güvənmək olar. Avtobus gələcək ya gəlməyəcək. Geçen hələ güneşli havadır. Ağıl eləyib tez tərpənmişəm. Gedəcəmdir. Güneş hələ batmıyor. Hələ də Aylı Balanya görsəniz. Şəhər hələ uzaqdadır. Bilmirəm gedib çata biləcəm yoxsa yox. Güneş batma. Batma güneş. Bu güllərə baxın. Bu gözəlliyə baxın. Saat 6'ya işləyib 20 dəqiqəm. Bakın bu şeydi, gəmilər gedən yerə nə deyə portda ucu görürsünüz kölgəlikdə. Amma o bizim çimən yerimiz Kleopatra plajı hələ də görürsünüz güneşdir. Güneş bu tərəfdə olur, o tərəfə ucu düşə bilmir. Yarımadağın o tərəfinə düşə bilmir. Bu güllərin yanı ilə gedirəm, bilmirəm, səhv gedirəm, düz gedirəm, yəqin ki düz gedərəm. Ümidvaram. Görək başımıza nə gəlir. Bax, mən yaşadığım yer harasa buradır. Prosta dağdan düşəndən sonra tapa biləcəm, bilməyəcəm, bilmirəm. Gedirəm. Baxın, şəhərlə ucu bir səviyyədəyik demək olar ki, az qalıb. Kingdom. Belə bir kingdomun birində də İnna Sudakova qalır şəhərin başında. Bu evlər görürsünüz həmin şey. Baxın dağın başında nə qədər evlər var. Onlar heç ancaq dənizi uzaqdan görə bilərlər. Baxın, yerli cəmaət əsas yaşadığı yer buradır. Onları başa düşürəm. Amma istirahətə gələnlər burada yaşamağı biraz başa düşmürəm. Ola bilər ucuz olsun. Amma heç rahat deyil ha, heç. Ha, belə qəşəng həyətlərdir, evlərdir, köhnə evlərdir. Çox qəşəng. Başım vurmasın məni. Ya Allah, hey. Keç da, keç tez elə. Mən də keçdim. Buradan düşək aşağı. Mənə elə gəlir, buradan aşağı düşmək daha nə qədər mümkündür aşağı düşmək lazımdır. Çünki mən çox yuxarı qalxmışam. Yəni dağdan aşağı düşməliyəm də. Bir də o başa getməyin nə mənası? Düşəcəm buradan. Всё, insanların arasına gəldim, çatdım. Zeytunlara bax, salxım sallanıb qalıb üstündə. Ana, yığıb işlətmək lazımdır bunları. Burada elə bil ki, maşın sıxlığı da var. Bakın niyə? Aha, yox, keçdim. Bax, maşın sıxlığı da var burada. Yuxarı hissədə. Ay, davay, keçək. Küçələri də çəkdim. Baxın, buralar, bu məhəllələr insan özləri, yerli cəmaatın yaşadığı məhəllələrdir. Yəqin ki, buralarda turistlər qalmır. Çoxu yerli cəmaatdır. Baxın, belə evlərdir.
meyvəsidir görəsən. Burada aşağıda toyuqlar da var qəşəng. Bu meyvənin adı nədir? Bir dənəsini dərin baxım. Bu meçiddir. Ve gəldik, çıxdıq mərkəzə. Mərkəz küçələrdəndir. Pehlivanlar. Mən özü bilirəm, deyirsən bura haradır. Bugün də ölmədik, yaşadık. Amma biraz stres geçirdim ha. Yəni nə gözəl vəziyiblər maşının. Düzdür, maşın gəlin maşınından çox nəysə oxşuyur. Deməyim, nəysə. Azan vaxtıdır. Gün vaxtı. Və Nərgiz gəldi. Evə çatdı.